İmam Hüseyin yoldaydı, xəbər çatdı ki, Müslümü Küfədə öldürüblər. İmam Hüseyin ağladı, qızını çağırdı, dedi, Müslümün qızını çağırdı. Bilir axı, uşaq yetim qalıb, uşaq özü bilmir hələ. Gördülər ki, aldı dizinin üstünə, Müslümün balasının başına sığal çəkir, nəvaziş eləyir. Mən deyirəm, ya Abdullah, uşaqların görürdü bu mənzərəni. Bəs sən şəhid olandan sonra sənin uşaqların yetim qalanda bir nəfər yox idi onlara təskinlik versin, onlara ürək dirək versin. Onlar ağlayanda onların başına sığal çəkən yox idi, qamçı ilə cavab verirdilər, onları döyürdülər. Həzrəti Müslümə təvəssül edirəm, çox qərib idi bir şəhər namərdin içində. Müslümün içində bir dərdi var idi ki, Hüseynə xəbər verim, gəlməsin Küfəyə. Eşitmişəm, uşaqların əlindən tutub gəlir, gəlməsin, günah məndə oldu. Mən dedim ki, Küfə hazırdır. Bilmirəm, nədirsə Kərbəla şəhidləri hamısı özlərini günahkar bilib dünyadan köçürlər. Müslüm deyim, mən necə eləyim, mən niyə belə elədim, mən necə çatdırım? Bir nəfər adam yoxdur, xəbərə alsın, çatdırsın. Kimin qulağına deyir, gedib İbn Ziyada deyirlər. Hüseynə deyin, gəlməsin Küfəyə. Gəlməsin Küfəyə. Söylə Hüseynə, ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd bəlaya gəlməsin. Söylə ginən gətirməsin Küfəyə nazlı Əkbəri. Zülm ilə qanına batar türrey müşk əmbəri. Bəlkə firəng tək apar cümləyi Ali Heydəri. Zibh-i əzim üçün bugün Kuh-i minaya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldürəcəkdi Müslümü Küfədə firqeyi zülam. Qardaşının uzun qolu görmə rəva ola qələm. Bacıları ayaq yalın dəşti bəlaya gəlməsin. Söylə Hüseynə, ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd bəlaya gəlməsin. Fatimənin kənizi bu, qissəni eylə kim tamam. Bir-birə dəydi mərd o zən, şura gəlibdir xas o am. Nohə edər bu natəvan, ruzu şəb ağlayar müdam. Tapmasa bir dəri nicat, dar-ı bəqaya gəlməsin. Üzün dolandırdı Kərbəla yoluna. Müslüm binanın damından yer atırlar. Üzün dolandırdı, gördü heç bir əlac yoxdur. Ancaq bunu deyə bildi də, Əssalamu aleykə ya Əba Abdillah. Salam olsun sənə ya Əba Abdillah. Bu salamın cavabını bilirsiniz nə zaman eşitdi Müslüm? İmam Hüseyin meydanda tək qalanda, baxdı sağa, baxdı sola, gördü da köməyə qalmayıb. Onda birisine dedi, ya Müslüm ibn Əqil, ya Hani ibn Ürvə, ey Müslüm, ey Əqil, ey Müslüm, ey Hani, qumu an nəvmətikum, qalxın yuxunuzdan. Müslüm, dur ayağa, sən imamı tək qoymazdın, görmürsən tək qalmışam. Bu Müslümün salamının cavabıydı. Əla lənətullah ələl qavmiz zalimin.